Bu mövzumuz da bizim dəyərli hamilə xanımlarımız üçündür. Əsrimizin ciddi problemlərindən biri olan autizm problemi. Ana bətnində artıq autizm olub olmamasını təyin edən bir test, analiz varmı? Dəyərli hamilə xanımlar, bugün müasir tibbdə autizm ana bətnində diaqnostika edilmir. Təəssüf ki, bu xəstəliyi bizə ana bətnində öncədən bildirəcək bir test, müayinə üsulu yoxdur. Autizmin müxtəlif səbəbləri güman edilir. Hətta bu səbəblər də bugün elm tərəfindən tam araşdırıla bilmir, tam təyin edilə bilmir ki, hansı səbəblər dəqiq olaraq autizmə gətirib çıxarır. Genetik faktorlar var, ananın müəyyən xəstəlikləri, ana bətnində inkişaf dövründə baş verən müəyyən beyin inkişafında sinapsların düzgün əlaqələrinin qurulmaması və s. kimi nəzəriyyələr var, amma yenə də dəqiq bir səbəb hələ ki bəlli deyil. Və ana bətnində də təyin etmək üçün dəqiq bir genetik test və yaxud da hər hansı bir ultrasəs müayinə kriterisi mümkün deyil və yoxdur. Ola bilər ki, mənim bu videomdan bəlkə də elə bir il sonra, bəlkə illər sonra bunu aşkarlayacaq bir test, müayinə üsulu tapılacaq, mümkün olacaq. Amma hal-hazırda belə bir üsul yoxdur. Autizm yalnız uşaq doğulduqdan sonra onun davranışlarını izləyərək, böyüdükcə onun sosial əlaqələrini və s. izlədikcə aşkarlanır, təyin olunur və yaxud da valideyn uşağın kiçik yaşlarından şübhələnir, psixoloq, nevroloq tərəfindən bu diaqnozlar qoyulur. Çox sıx-sıx verilən suallardan biridir ki, autizm ana bətnində təyin edilirmi? Təəssüf ki, dediyim kimi, hələ ki bunu təyin edən dəqiq bir test yoxdur.